Keçən mövzuya. Deməli, birinci pensiyanla bağlı onu deyim ki, mən məlumat vermişdim ki, 2006-dan 2018-ə qədər işləyən şəxslər bir gündə işləyibsə, 1 manat pensiya kapitalı ödəyibsə, yəni bu şəxslər belə deyək, pensiya təyin olunur. Avtomatik 25 il bağışlanır. Necə, hörmətli izləyicilər? Bunu demişdim, amma bir məsələ var. Məsələ ondan ibarətdir ki, əgər sizə deyir ki, düşməyib, sosial ödəniş olmayıb və yaxud da istat sayılmayıb, siz müavinət düşüb. Müavinət düşdüyünüz zaman bir il ərzində bir ildən gec olmayaraq məhkəməyə müraciət edin ki, bəs mən falan vaxtı işləmişəm, falan vaxtı ödəniş etmişəm, xahiş edirəm mənə pensiya təyin olsun, inzibati məhkəməyə. Nəyə görə bir, qanunverici əsasən bir il müddətində müraciət etdiyiniz müavinət aldığınız gündən sizə belə deyək, məhkəmə getdiyi müddətin nəzərə alınır, son 3 il müavinətə ödənilə bilər. Yox, yatdınız, əgər mən 5 il sonra yadınıza düşsün ki, gedim mən pensiya düzəldim, artıq o pula sayılmayacaq. Hörmətli izləyicilər. Eyni zamanda əlilliyi ilə bağlı məsələ keçmək istəyən ki, əgər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Ekspert Komissiyasına müraciət edərsiniz ki, mənə əlillik təyin elə, əgər mənə rədd etdilər ki, sizə əlillik düşmür, o halda da bir ay ərzində məhkəməyə müraciət edin, müddəti baxmayın. Əks halda siz ya 12 ay ev şəraitində təzədən müalicə almalı olursunuz və yaxud xəstəxanada müalicə alaraq 6 ay müalicəni davam etdirməli olursunuz. Əgər bunu istəmirsinizsə, təzədən əziyyət çəkmək istəmirsinizsə, mütləq qaydada məhkəməyə müraciət edin, amma bir şərtlə. Baxın görün sizin xəstəliyin kodu əlilliyin təyin olma meyarlarında varmı, yoxsa yoxdur. Varsa orada problem yoxdur, məhkəmə iddianı təmin edəcək, hörmətli izləyəcək. Nəzərə alın, mütləq qaydada. Bir məsələ bu. Əlilliyə qulluq edən şəxslərlə demək istəyirəm ki, artıq qanunda dəyişiklik var. Birinci qrup əlilləri sanatoriya, istirahət mərkəzlərinə bir nəfər müşayiət edə bilər. Yəni bir nəfər onun yanında gedə bilər, dövlət hesabına. Eyni zamanda 18 yaşına qədər əlil olmuş şəxslərin valideynləri və ya valideynlərin verdiyi etimadnamə əsasında digər şəxslər də gedə bilər, bir nəfər. Və bir nəfər dəyişə bilər, o da bir nəfər. Ki, mən gedən, sən gəl bax, belə bir şey ola bilər, hörmətli izləyəcək. Buna əlavə qeyd edin ki, əgər əlilliyə qulluq edən şəxs, məsələn, valideyn olub, valideyn dünyasını dəyişibsə, qardaş varisi baxırsa, bunu təzədən əlillilərin deyirlər ki, asistenti yoxdur. Gəlib təzədən əlilliyin təyin olması üçün müraciət etməyin. Mütləq qaydada icra hakimiyyətinə müraciət edin, patronajlıq və ya qaynıq təyin edin, ondan sonra həmin 100 manatlar alın. Qaynıq biraz çətin məsələdir. Burada sübut olunmalı.